Salam əziz həmkarlar, hər birinizi xoş gördük. İnanıram ki, səsim sizə aydın gəlir. Bizim növbəti rəqəmsal yay məktəbinin növbəti dərsində hər birinizi xoş gördük. Bugünkü mövzumuz OneDrive və Outlook proqramlarının effektiv idarə etməsinə həsr olunmuşdur və bizim bugünkü təqdimatçımız 35 nömrəli tam orta ümumi təhsil məktəbinin ibtidai sinif müəllimi Təranə Nuriyeva. Təranə xanımı həm də təlimçi olaraq tanıyırıq. Həm süni intellekt, həm də digər mövzularda çox effektiv təlimlər keçmişdir. Xoş gördük sizi Təranə xanım. Buyurun, söz sizdə. Salam, həmkarlarımı salamlayıram. Dəyərli insanların əhatəsində olmaq sevindiricidir. Elmira xanım, təşəkkür edirəm. Biz bugün sizin də vurğuladığımız kimi OneNote və OneDrive haqqında danışacağıq. Səsim aydın gəlir deyə ümid edirəm. Mən ekran paylaşımına keçirəm. Zəhmət olmasa, Bəli, baxın gəlir, görün səs ekran gəlir. görsənirmi Ekran ekranı? paylaşımda görünür, bəli. Aha, hörmətli həmkarlar, biz OneDrive və Outlook'dan danışacağıq. Bir şey vurğulamaq istəyirəm ki, bizim chat bölməmiz deməli görüşün sonuna qədər aktivdir. Sualınız olarsa, nəsə aydın olmazsa, chat bölməsində qeyd eləyə bilərsiniz. Və sizə bir sualımız var ki, OneDrive haqqında ümumiyyətlə eşitmisinizmi? Aranızda bunu istifadə eləyənlər varmı? Chat bölməsində zəhmət olmasa qeyd eləyərdiniz fikirlərinizi. Müəllimlər düşüncələrini qeyd edirlər yəqin ki, Elmira müəllimə. Səhv etmirəmsə chat bölməmizi aktiv etmək lazımdır. Aktiv eləyin, yazsın müəllimlərimiz. Əslində chat bölməmiz aktivdir. Bir dəqiqə baxaq, birdən. İndi baxın görün zəhmət olmasa. Yoxlayaq. Açmadı. Bir də baxaq. Chat bölməsinə zəhmət olmasın. Aktiv olmalıdır əslində. Mən chat aktiv eləmişəm. İstəyirsiniz gəlin belə eləyək. Siz mikrofon icazəsini verin nastroykadan. Fikir olan əlini qaldırsın, biz onlardan fikirlərini alaq. Yəni bunu kim istifadə edibsə və yaxud da gündəlik həyatında OneDrive-dan və yaxud da nə bilim digər tətbiq eləyəcəyimiz proqram haqqında fikirləri olan əlini qaldırsın, biz mütləq sırayla söz verəcəyik. Artıq mikrofonları açmaq mümkündür. Kimin fikri varsa bu mövzuda deyə bilər. Buyurun Nuranə xanım, sizi eşidək. Salam, hər vaxtınız xeyir. Uğurlar arzulayıram hər birinizə. Öncə təlimi təşkil etdiyiniz üçün də təşəkkürlər. OneDrive, belə deyək, dosyalarımızı internet üzərində saxlamaq, qorumaq və ona hər yerdən çata bilmək üçün bir bulut xidmətidir. Bulut depolama xidmətidir. Aha, istifadə edirsinizmi gündəlik? Bəli, bəli, istifadə edirəm. Aha, nə gözəl. Bugün daha dərin biliklər qazanmış olacaqsınız və yaxud da bildiklərinizi möhkəmləndirəcəksiniz. Təşəkkür edirik fikirlərinizə görə. Davam eləyək Təranə xanım. Aha, mən ekran paylaşımını bir də sizə təqdim edəcəm. Artıq biz müəllimənin fikrinə əsasən OneDrive haqqında müəyyən bir belə deyək, fikrə sahib olduq. Keçid edirik növbəti hissəmizə. Növbəti hissədə bizi OneDrive haqqında məlumat gözləyir. Bu məlumata əsasən OneDrive Microsoftun bulut əsaslı fayl saxlama və yaxud da paylaşma xidmətidir. Burada bulut yaddaşlı deyəndə biz şəkillərimizi, sənədlərimizi, videolarımızı, hər hansısa bir fayllarımızı internet üzərindən təhlükəsiz formada saxlamağa və başqalarına göndərməyə xidmət edir. Üstünlükləri ondan ibarətdir ki, istənilən yerdən giriş əldə edə bilirik. Yəni bu kompüter, telefon, planşet, yəni artıq qurğu fərqi olmadan biz istənilən halda əl çatanlığımızı təmin edə bilirik. Avtomatik sinxronizasiya
prosesi gedir burada. Faildə edilən dəyişikliklər bütün cihazlarda eyni anda yenilənmə formasında təqdim olunur. Paylaşım imkanı mövcuddur. Biz çox vaxt müəllimlərdən rastlaşırıq ki, virusa yoluxdu notebook'um, hər hansısa bir formada hard diski yandı. Bax, bu məlumatların yüklənməsi notebook'da çox yer Təranə tutur deyə. müəllimə, qoşulanlar deyib ki, səs gəlmir. Çox üzr istəyirəm. Mən sizi eşidirəm əslində. Yenə də mən biraz bəlkə ucadan danışım. Ola bəlkə ona görə səs eşitmirlər. Əslində siz Biz xahiş eşidirsiniz. edirəm biraz səsini artırsınlar, hansı cihazdan qoşulublarsa. Çünki mən sizi eşidirəm. Bilmirəm. Aydın gəlir deyirlər. Buyurun, davam eləyə. Çox üzr istəyirəm. Aha, ola Davam bilər. edin. Aha, baxaq. Deməli, növbəti dəfə səs aydın gəlirsə problem deyil. Paylaşım imkanından qeyd etdim. Yəni biz paylaşım imkanından danışanda dedik ki, harda və hansı qrupdan asılı olmayaraq paylaşma icazəsi veririk və eyni zamanda dediyim kimi hard diski zədələnir notebook'un çox fail yaddaşında saxlayanda və yaxud da deyək ki, flash kartda məlumatın təhlükəsiz formada ötürmək olmur. Özünüz bilirsiniz ki, müxtəlif viruslar var ki, bunlar yoluxa bilir bizim qurğumuza. Məhz həmin qurğuda yoluxan zaman bizdə vacib məqamlardan biri odur ki, kompüterimizi təhlükəsiz formada qoruyaq və bu zaman OneDrive-a müraciət edirik. OneDrive Microsoft 365 tətbiqlərinin içərisində yerləşir və mən istəyərdim elə ekran paylaşımı etmişəm. Bunun haqqında əyani şəkildə göstərim. Yeni səhifəyə açdım. Ekran görsənirmi? Elmira müəllimə? Bəli, görünür. Biz buradan rəqəmsal məktəbə keçid edəcəyik. Məhz elə müəllim üçün olan hissədən keçid edib Microsoft kabinetinə daxil oluruq. Microsoft kabinetindən aşağı indiyimiz zaman Microsoft OneDrive yazısı ilə biz rastlaşırıq. Keçid etdiyimiz zaman yuxarı sağ tərəfdə mən dilini dəyişdim. Səhifə birbaşa ingilis dilində gəlir. Dilini dəyişdik. Azərbaycan dilinə keçid etdikdən sonra daxil ol əmri var. Daxil olu klikləyirik. Burada ola bilər sizin özünüzün akkauntunuz, yəni istifadəçi adınız soruşulsun. Biz yenə də verilən formada qeyd edirik adımızı. Yəni mütləq teacher hesabımız olmalıdır. Teams hesabımız olmalıdır. Hansı ki, Elm və Təhsil Nazirliyinin ümumi təhsil məktəblərinə verdiyi belə deyək, istifadəsi üçün bizim müəllimlərin istifadə etdiyi akkaunt nəzərdə tutulur. Mən Azərbaycan dilindən buranı da çevirək. Gördüyünüz kimi səhifəmiz bu formada bizim ekranımızda görsənir. Ümumi olaraq OneDrive ekranında biz son vaxt nələri redaktə etmişik, hansı failləri açmışıq, hansı Excel sənədlərinin üzərində dəyişiklik etmişiksə, bu hissələr bizə təqdim olunur və bunun da saatını aşağıda görmüş olursunuz. Ekranın yuxarı hissəsində yaradın və yükləyin əmrini görəcəksiniz. Bunu birazdan toxunacaq. Yəni, ümumi interfeysinə bir nəzər yetirək. Ev hissəsində bizim hal-hazırda açdığımız səhifə göstərilir. Faillar hissəsində bizim yaratdığımız qovluqlar yerləşir. Paylaşılanlar hissəsində bizimlə kimlər hansısa sənədləri paylaşıbsa ümumi görünüşünü görürük. Sevimlilər hissəsi məndə boşdur. Yəni, müəllimlər ola bilər ki, hər hansısa bir sənədi, bir deyək ki, qovluğu da tez-tez istifadə edirsə, sevimlilər hissəsinə ulduzlayan zaman burada görünəcək və zibil qutusu hissəsidir. Faillara baxış, insanlar, görüşlər və media hissəsi var ki, bu üçü də inteqrasiya olunub bura. Bizim yenə də şəxsi Microsoft hesabımızdakı olan məlumatları görürük. Biraz da indikdən sonra tez giriş hissəsində isə Teams-in bizə təqdim etdiyi komandalar var ki, komandaların ümumi adlarını görə bilirik. İndi gəlin görək OneDrive-da qovluğu necə yaradırıq və necə paylaşırıq. Yaradın əmrini kliklədiyimiz zaman burada bizə sənədin növünü soruşur. Qovluqmu, failmi və yaxud da Word sənədmi, Excel-mi? Artıq bu növə uyğun olaraq biz yaratmalıyıq. Mən ümumi düşünürəm, gəlin qovluq yaradaq. Qovluğa ad verək. Məsələn, qoyuruq rəqəmsal ad qeyd edirik, rəqəmsal məktəb. Qovluğun rəngini müvafiq verilən rənglərdən birini seçməklə. Məsələn, mən istəyirəm yaşıl rəngi olsun. Tünd yaşıl. Və yarat əmrini sıxıram.
Yara təmrini sıxdığımız zaman, baxın, rəqəmsal məktəb qovluğunun faylların içərisində yarandığını qeyd edir. Mən kliklərim elə bu bildirişin üzərinə. Fayllara keçid edən kimi mənim ümumi fayllarım açılır və buradan artıq rəqəmsal məktəbi tapmış oluram. Rəqəmsal məktəbin içərisinə daxil olub, bilmirəm, istəyərsən kimdəsə səs açıq qalıb, zəhmət olmasa baxaq. İçərisinə daxil olub hər hansısa bir belə deyək, sənədi içərisinə əlavə edə bilərsiniz. Eyni zamanda bu faylı paylaşa da bilərsiniz. Düşünürəm, Elmira müəllimə, mən bu faylı kopyalayım, amma sizə göndərməyim. Çünki istəyirəm OneDrive-da bu qovluğun linkini sizə ünvanlamış olum. Bu artıq bizim qovluğumuzdur. Şəkil, video, fayl, sənəd hər hansısa bir formada içərisinə əlavə edə bilərsiniz. Mən indi təqdimatımı yenə də keçid edirəm. Təqdimatımın digər bir hissəsində isə, bilirsiniz, sualı ilə müəllimlərlə soruşuruq əslində. Deyir, Google Drive-da yaddaş 15 GB olduğu halda Microsoft OneDrive-da bu 100 GB-dır. Bu ondan ibarətdir ki, deməli, siz 3 ildən bir, ya da ildə mail yaratmaq, account yaratmaq ehtiyacınız olmayacaq. Çünki OneDrive bütün bu sənədlərinizin, şəkillərinizin, fayllarınızın, video rekordinglərinizin, video qeydlərinizin saxlanıldığı mükəmməl məkan ola bilər. Hətta məkandır deyərdim. Çünki mən artıq uzun müddətdir ki, bütün belə deyək, lazım olan məlumatları məhz OneDrive-da saxlayıram. Həm təhlükəsizdir, həm yer çoxluğu var deyə mənə bu böyük mənada kömək edir. İndi ikinci sualımızı zəhmət olmasa ünvanlayardıq Elmira müəllimə. Bizə maraqlıdır ki, burada səhv etmirəmsə, rəhbərlər və müəllimlər üçün yəni qoşulublar, onlar üçün linklər paylaşılmışdır. Bizə maraqlıdır ki, siz öz müəllimlərinizə və yaxud da əziz müəllimlər, siz öz valideynlərinizlə kontakt qurarkən mesajlaşmaq üçün hansı tətbiqdən istifadə edirsiniz? Mikrofonunuzu açıb fikir bildirə bilərsiniz. Cəsur Kərimov əl qaldırıb, buyurun. Outlook proqramından istifadə edirik rəsmi mesajlaşma üçün. Outlook, təşəkkür edirəm. Vahidə xanım. Başqa kiminsə fikri varsa buyurun, eşidək sizi. Yalnız Outlook-dan istifadə edirsiniz. Biz adətən digər mesajlaşma tətbiqlərindən istifadə edənləri çox görmüşük. Məsələn, WhatsApp, Telegram, amma rəsmi olaraq mail, Gmail-dən yəni istifadə olunur. Cəsur Kərimov yenə əl qaldırıb, yəqin ki, yanlışlıqlı oldu, götürdü. Sizin dediklərinizi təkrar eləmək istəyirdim əslində. Buyurun, buyurun. Rəsmi sözünə görə Outlook dedik. Əslində digərləri də var. Məsələn, siz qeyd elədiyiniz kimi maildən, WhatsApp-dan, Telegramdan, hətta Facebook üzərindən, yəni müxtəlif yerlərdən mesajlaşma mümkündür. Aha, təşəkkür edirik fikirlərinizə görə. Tərənə xanım, spoiler vermədilər. Əslində biraz oldu, amma bu müsbət bir mənada spoiler oldu. Çünki sevinirəm ki, müəllimlər artıq, mən deməmiş, tətbiqin adını səsləndirirlər. Bu sevindirici bir haldır. Gəlin davam edək. Rəsmi mesajlaşma olaraq biz Microsoft Outlook tətbiqini müəllimlərə tövsiyə edirik. Microsoftun e-post və şəxsi işlərin idarə olunması üçün hazırlanır. Tətbiqdə e-postları göndərmək, qəbul etmək, təqvimi idarə etmək, görüşlər planlamaq, kontaktları saxlamaq və tapşırıqları izləmək mümkün olan bir hissələri var. Gəlin, bugün sizinlə əslində mən aşağıda məktub yazanızın məqsədini müəyyən edin, məktublara xas olan xüsusiyyətləri müəyyən edin deyə bir başlıqlar qoymuşam. Buna səbəb ondan ibarətdir ki, ilk öncə əgər birinə məktub göndərəcəksə, bunun hansı formatda və nə məqsədlə göndərini müəyyən etmək lazımdır. Rəsmi və yaxud da qeyri-rəsmi olduğunu təyin edib və ona uyğun üslubda biz məktubumuzu qarşı tərəfə yollamalıyıq. Gəlin, indi təhsildə Outlook-un istifadəsinə keçək. Təhsildə Outlook bu məqsədlə nəzərdə tutulub ki, müəllim və şagirdlər arasında rəsmi yazışmaları aparmaq, dərs və iclas dəvətlərini göndərmək, təlim və tədbirlərin tarixlərini təqvimdə planlaşdırmaq, faylları OneDrive vasitəsilə paylaşaraq e-posta əlavə etmək və komanda üzvləri ilə peşəkar ünsiyyət qurmaq. Məhz bunlar bir neçəsi, təbii ki, bu siyahını artırmaq olar. İstifadə qaydalarını və istifadə etaplarını biz istədiyimiz formada tənzimləyə bilirik. Müəssisədən
şəxsdən və şəxsdə asılı olaraq bu dəyişir. Gəlirik indi növbəti etapda mən sizə istəyərdim ki, elə bizim Outlook-la sizə keçid edim və Outlook-un ümumi interfeysi ilə tanış olaq. Yenə də Microsoft kabinetinə keçid edirik. Buradan Microsoft Outlook tətbiqinə keçid et əmrini klikləyirik. Azərbaycan dilinə çeviririk səhifəni. Yenə də ekranın daha doğrusu sağ tərəfində giriş əmrini kliklədiyimiz zaman Outlook aktiv vəziyyətə gəlir. Yenə də teacher hesablarımızdan istifadə etməklə, yəni müəllim hesablarımızdan istifadə etməklə Outlook-un istifadəsinə başlayırıq. Ümumi səhifəyə baxış keçirdiyimiz zaman fikir verirsinizsə, səhifə çox bəsit və göz oxşayandır. Outlook-un sol hissəsində panellər mövcuddur. Bunların hər birinin bir mənası var. Mən indi bunları ətraflı şəkildə izah edəcəm. Əgər kiməsə məktub göndərmək istəyiriksə, burada məktub simgəsi var və məktub simgəsi ilə qarşılaşacağıq. Yeni posta klikləyib istədiyimiz şəxsə mail göndərə biləcəyik. Hal-hazırda mən Elmira müəlliməyə bayaq söz vermişdim ki, sizə yaratdığım qovluğun linkini göndərəcəm. Çox istəyərdim ki, bunu Outlook-dan edək. Yazırıq Elmira müəllimənin adını Outlook-da və fikir verirsinizsə, mən adını yazdıqca artıq ilkin olaraq Elmira adlı şəxsləri mənə təqdim edir. Mən artıq bilirəm ki, Elmira xanımın soyadı Ağayevadır və klikləyirəm adın üzərinə. Surəti hissəsi nəyə görədir? Əsas kimə göndərəcəyimizi təyin edirik. Kimə göndərəcəyim mail əsasən göndərdiyimiz şəxsə aiddir. Surət hissəsinə isə baxış üçün adlar yazılır. Yəni, kimsə o sənədə müdaxilə edilməsi tələb olunmur. Müdaxilə edən şəxs kimə yazılan hissədə yazdığımız addadır. Mövzu yerinə, məsələn, rəqəmsal məktəb yaza bilərik. Mövzu yerinə yazdığımız zaman, mesaj yerinə də artıq klikləyib aktiv vəziyyətdə bura ümumi olaraq mesajımızı qeyd edə bilərik. Salam yazaq, gələk bizim o OneDrive hesabımızda bizim rəqəmsal məktəb qovluğumuz var idi. Rəqəmsal məktəb qovluğunun yanında üst düyməyə klikləyirik. Kliklədiyimiz zaman paylaşın, linki kopyalayın, fayllar tələb edin, giriş idarə edin, silin və s. deyə menyular açılır. Kopyalaya da bilərik, köçürə də bilərik, adını da dəyişə bilərik, duplikatını da yarada bilərik, qovluğun rəngini də dəyişə bilərik. Artıq təfərrüatı ilə burada veririk. Biz müvafiq əmrlərdən yalnız paylaşın əmrini sıxacağıq. Paylaşın əmrini aktiv vəziyyətə gətirdik və burada linki kopyalayın əmri var. Fikir verirsə, yuxarıda yazılıb. Linki olan hər kəs redaktör edə linki kopyaladıq. Yenidən daxil oluruq mailimizə. Yəni Outlook-a. Artıq mən burada tətbiqə də icazə verdim. Rəqəmsal məktəbin qovluğunu göndərdim. Daha doğrusu yerləşdirdim. İndi göndərin əmrini klikləyirəm. Göndərin əmrini kliklədiyim zaman istəyərdim Elmira müəllimə bu zaman ekran paylaşımı eləsin. Elmira müəllimə çox istəyərdi ki, sizdə bu Outlook-un interfeysinə ümumi baxaq. Mesajımız sizə necə gəlib? Təşəkkür edirəm Təranə xanım. İndi mən keçid eləyirəm. Ekranım görünür. Bəli, görünür. Məndə Outlook hazırda açıqdır və sizdən hal-hazırda 15:22-də göndərdiyiniz məktubu aldım. Rəqəmsal məktəb. Buna keçid eləyirəm. Keçid elədiyim zaman həmin sənəd açılacaq və mən burada istədiyim qovluğu yarada bilərəm və yaxud da hansısa onlayn sənədi aça bilərəm. Bunu hamımız birlikdə işləsək, yəni komanda olaraq mənə elə gəlir ki, həm davamlı olaraq məsələn bunu yüklədim, bunu açdım, bir hərf düzəlməlidir, yenidən yüklədim, yenidən göndərdim. Yəni bu əlavə iş yükünün qarşısını alır və ən gözəli də, ən yaxşısı da odur ki, bu tətbiqin əməkdaşlığı belə deyim də möhkəmləndirir. Onu da vurğulamaq istəyirəm ki, rəqəmsal məktəbin ümumiyyətlə bizə təqdim etdiyi bu tətbiqlər çox faydalıdır. Bizə əsas o lazımdır ki, yəni bizim onun funksiyasının çox olması yox, əsas bizə lazımdır ki, bunun faydalılığı çox olsun.
Bəli, Bizə bu faydalansınlar müəllimlər. Bəli, bəli. Doğru Yəni vurğuladınız. komanda işinin təşkilində çox vacib nüanslardan biridir əməkdaşlığın və faydalılığın olması. Təşəkkür edirəm. Buyurun Yəni Elmira göründü, müəllimə. gəldi mənə meyliniz. Minnətdaram paylaşım edib bizə məlumat verdiyiniz üçün. Xatırladıcılar hissəsini mən özüm qəsdən belə deyək də bağlamadım ki, biz görüşü təyin edən zaman artıq Outlook-a bir bildiriş gəlir. Yəni əgər kimlərsə komanda üzvüdürsə, artıq onlarda xatırlatma edəcək ki, məsələn 15:00-da bizim hal-hazırdakı görüşümüz baş tutacaq. Bir növ öncədən planlamanızı etmisinizsə, bu sizə yaxşı bir formada xatırlatma hissəsini yerinə yetirir. Digər hissəsinə keçid edirik. Biz artıq e-post göndərdik, postumuzu yaradıb müvafiq olaraq istədiyimiz şəxsə ünvanladıq. İndi gəlirik təqvim hissəsinə. Əsas məsələ təqvim hissəsinin olmasıdır. Təqvim hissəsini biz məsələn Teams platformasına inteqrasiyasını burada görəcəyik. Teams-in içərisinə daxil olmadan da təqvimdən görüş yaradıb, görüşü paylaşa bilirik. Gəlin əvvəlcə görüş yaratmaq üçün müvafiq olaraq bu ekranın sol tərəfində avqust ayı 2026-cı il verilmiş təqvimə nəzər yetirək. Təqvimdə verilən tarixlərdən birini seçim etməklə, məsələn, düşünürəm ki, mən növbəti həftənin 12-si görüş təyin etmək istəyirəm. 12-sini klikləyirəm. Kliklədiyim zaman yuxarıda yeni tədbir yarat əmri gəlir. Yeni tədbir yarat əmrindən artıq başlıq verməliyəm. Məsələn, deyək ki, məlumatlandırıcı görüş qoyuruq bu görüşün adını. Görüşün adını məlumatlandırıcı görüş qoyduqdan sonra təklif olunan şəxslər sırası bizimlə qarşılaşırıq. Əgər məsələn deyirəm ki, Elmira xanımla ola bilər hər hansısa bir formada biz görüş təyin edək. Öncədən planlayırıq, yadımızdan çıxmasın, Outlook bizə xatırlatsın deyə. Burada artıq mən Elmira xanımın adını da qeyd edəcəm. Digər şəxsləri də qeyd etmək olar. Yəni bu istənilən formada burada adların sayını çoxalda bilərik. Sonra növbəti formada gəlir bizə gün, tarix və saatın müəyyən olunması. Kliklərik üzərinə başlama tarixini əllə də yaza bilərik. Amma ən məqsədə uygunu yanında təqvim işarəsi var. Kliklədiyimiz zaman tarix artıq buradan görsənir. Məsələn, 12-si dedik. Saat, başlama saatın düşünürük ki, 21:00-da görüşək Elmira xanımla. Bitmə vaxtını da 1 saatlıq edək. 22:00-da artıq bu bizim belə deyək də bitmə vaxtımıza uyğun olsun. Bunu nizamladıqdan sonra təyin etdik. Otaq və ya məkan əlavə edin. Artıq burada belə deyək də bütün otaqlara baxın, icazə istəyir bizdən yenə də. Ehtiyac yoxdur bura yazmaya. Əgər varsa müəyyən bir otağınız, orada qeyd edə bilərsiniz. Mesaj yerinə salam yazıb Elmira müəllimə görüşə mütləq qoşulun deyə bir mesaj da buraxıram, qeyd edirəm burada. Təbii ki, aşağıda gördüyünüz kimi şriftlərin ölçüsünü filan verir bizə. Əvvəllər bunlar yox idi, daha da təkmilləşib bu hissə. Artıq bu hissələri qeyd etdiyimə görə yuxarıda göndərin əmri var. Göndərin əmrini klikləyirəm. Göndərin əmrini kliklədikdən sonra biz avqust ayının 12-sində tədbirin yaradıldığı barədə ekranda gördük. İndi bir də ekranı paylaşmanızı xahiş edəcəm Elmira müəllimə. Biz baxaq təqviminizdə avqustun 12-sindən. Görək sizin təqvimdə bu gəlibmi? Paylaşıram. Təqvimə daxil olaq. Sol tərəfdə təqvim var. Biraz yuxarıda. Aha, əla. Həftəni dəyişin. Artıq. Aha, dəyişirəm. Bir dəqiqə dəyişirəm. Biraz aşağı inin, çünki saat fərqi var. Biz axşam saatı. Buradadır, görüşümüz də buradadır. Və mən bir şey də əlavə etmək istəyərdim, Tərənə xanım. Hal-hazırda məktəblərdə demək olar ki, məktəb rəhbərləri ilə əlaqəni digər qurumlar, bir üst qurumlar Outlook üzərindən eləyirlər. Çox gözəl olar ki, məktəb rəhbərləri də bunu öz müəllimlərinə, müəllimlər də öz valideynlərinə tətbiq etsin. Çünki demək olar ki, yəni Outlook-u olmayan müəllim yoxdur. Yəni hal-hazırda hamının rəqəmsal məktəbə, yəni Bakı məktəblərindən söhbət gedir. Rəqəmsal məktəbə girişi varsa, teacher hesabı varsa, belə deyək, həmçinin valideynlərin
rəqəmsal məktəbə girişi varsa, onlar rahatlıqla Outlook üzərindən istər onlayn iclaslar olsun, istər görüşlər olsun, vacib məlumatlar olsun. Yəni bunu Outlook-u işlək hala gətirmək bizim işimizi çox asanlaşdırar. Bəli, vacibdir ki, əslində mən də bayaq xüsusi vurğuladım ki, niyə 100 GB-dır? Məhz bütün məlumatlarımızın saxlanıldığı bir sahəyə ehtiyacı var bütün müəllimlərin. Çünki istəyirik ki, əlimizin altında hər bir informasiya əlçatan olsun. Məhz bu məqamda mən müəllimlərdən çox xahiş edərdim ki, rəqəmsal məktəbin alətlərindən mütləq şəkildə istifadə etsinlər. Bu təkcə OneDrive və yaxud da Outlook-a aid deyil. Yəni bütün tətbiqlərə aiddir. İndi gəlirik bu hissəni də qeyd etdiyimə görə bir dənə kiçik bir hissəni qeyd edin müəllimlər. Sizin yaratdığınız bu görüş təkcə buranın təqvimində deyil də Teams-in təqvimində də qalır. Bir dənə o hissəyə də baxış keçirdək. Hal-hazırda biz ayın deməli 12-si üçün görüş yaratmışdıq. Baxın, Teams-ə də gəlib yerləşir. Yəni ehtiyac müəllimlərdə ola bilər, qorxu yaransın ki, yalnız və yalnız yaratdığımız görüş daha doğrusu Outlook-un içərisində qalır. Xeyr, bu Teams-ə də inteqrasiya olunur. Buna heç bir şübhəniz olmasın. Digər hissə isə Copilot hissəsidir. Biz Copilot-ı kliklədiyimiz zaman artıq süni intellekt olan Copilot-ın burada da aktiv olduğunu görürük. Yəni Outlook tətbiqindən ayrılmadan da Copilot-dan istifadə imkanını bizə təqdim edir. Digər hissə isə əlaqələrdir. Ümumi olaraq Outlook üzərindən qurduğunuz əlaqəli olan şəxslərin kataloqu burada görsənir. Siz bu kataloqdan istifadə etməklə müəllimlərinizin belə deyək də şəxsi mesajlarına göndərmisinizsə onlara əlçatanlığınız təmin olur və yaxud da onların maillərini öyrənmiş olursunuz. Bir də To-Do tətbiqi var. To-Do tətbiqi isə bizim planlayıcı funksiyamız rolunu oynayır. Hər hansısa bir deyək ki, işlər ardıcıllığı varsa, siz həftə boyunca istəyirsiniz ki, müəyyən işlərin siyahısını yaradasınız. Məhz To-Do tətbiqindən istifadə etməklə bu siyahını elə Outlook vasitəsilə də təqdim edə bilərsiniz. İnformasiya bültenləri də təzə əlavə olunub Outlook içərisinə. Burada isə xüsusi olaraq buraxılışlar yer alır. Müəyyən xəbərlər, müəyyən informasiyalar da siz buradan əldə etmiş olursunuz. Digər bir hissə isə OneDrive hissəsidir. Gördüyünüz kimi Outlook özü də OneDrive-ə keçid imkanı verir. Buradan da OneDrive-də nəsə belə qovluq yanırsa hansısa bir səhv buradan istifadə etməklə əlçatanlığınızı təmin edə bilərsiniz. Düşünürəm Outlook haqqında bu qədər İlmira müəllimə. Müəllimlərin əgər Bir şey də vurğulamaq istəyirəm. OneDrive-ın hazırlanmış linkini və yaxud da orada hazırlanmış hansısa bir məzmunu Outlook üzərindən şagirdlərlə də paylaşmaq olar. Yəni şagirdlərin də rəqəmsal məktəbə girişi olduğuna görə şagirdlərə də bu əlçatandır. Yəni onlarla da hansısa məzmunu paylaşmaq mümkündür. Sualı olan varsa mütləq biz eşitmək istəyərik. Aydın olmayan nəsə varsa, keçid zamanı, giriş zamanı əl qaldırıb, yəni işarəyə vurub suallarınızı ünvanlaya bilərsiniz. Və yaxud da başqa bir sözü olan varsa dinləməyə hazırıq. Alqışlayırlar sizi Təranə xanım. Çox sağ olsunlar, təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik. Çox sağ olun. Aydın izah üçün az vaxt ərzində iki proqramı bir-biri ilə əlaqələndirib maraqlı bir məzmun təqdim etdiyinizə görə biz də sizə təşəkkür edirik. Hələ ki sualı olan yoxdur. Sualı olan yoxdur. Yəqin ki aydın izahdan dolayıdır. Hər birinizə iştirakınız üçün təşəkkür edirik, əziz həmkarlar. Sizi rəqəmsal yay məktəbində görmək çox xoş idi. Təşəkkür edirik. Təlim təşkil elədiyinizə görə sağ olun. Yorulmayasınız. Çox sağ olun. Çox təşəkkür edirik. Sağ olun. Sağ olun.